Hər bir müsəlmanın, möminin arzusudur ki, son əməli salih olsun. Yəni gözəl sonluq üzərində dünyasını dəyişsin. Bizdən əvvəlki salih sələflərə baxsaq, onlar heç vaxt Allahdan ölüm istəməzdilər. Lakin deyərdilər ki, əgər öləcəmsə qoy bu iki əməldən sonra ölüm. Biri Ramazan ayından sonra, ikincisi həc əməlindən sonra. Ramazandan sonra ona görə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem xəbər verir ki, kim Ramazan ayını imanla savabını Allahdan umaraq oruç tutarsa, keçmiş günahlarını Allah Teala bağışlayar. Həcdən sonra ona görə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem xəbər verir ki, kim Allah üçün həcc edərsə, həccində günah etməzsə, fasiqlik etməzsə, günah işləri tərk edərsə, anası onu dünyaya gətirdiyi kimi qaydar öz vətəninə, ölkəsinə. Yəni heç bir günahsız. Salih sələflərin himməsi buydu. Bizim qardaşımız dünyasını dəyişib həc ibadətindən sonra Allahdan istəyir ki, Allah Teala ona geniş rəhmət eləsin, yaxınlarına səbir versin Allah Teala.